Sadəcə bir serial, yoxsa iqtisadi inqilab? Stranger Things 8 il ərzində Amerika iqtisadiyyatına 1.4 milyard dollar gəlir gətirib. Bəs bu layihə dünyanı necə alt-üst etdi? Gəlin baxaq. Serial Amerika daxilində 8000 yeni iş yeri yaratdı. Çəkilişlərin mərkəzi olan Georgia ştatı isə bu müddət ərzində 650 milyon dollar gəlir qazanıb. 2000-dən çox yerli biznes isə bu serial sayəsində gəlirlərini artırdı. Təsəvvür eləyin, bir serial bütün bir ştatın büdcəsini doldurur. Stranger Things istehlak vərdişlərimizi də dəyişdirdi. Eleven'ın sevimli Eggo vafillərinin satışı serialdan sonra 14% artdı. Amma əsl rekord Dungeons and Dragons oyunundadır. Bu köhnə stol-üstü oyuna maraq düz 673% yüksəldi. İnsanlar artıq sadəcə izləmir, serialın içindəki hər şeyi almaq istəyirlər. Bu iqtisadi dalğa Azərbaycan marketlərindən də yan keçmədi. Hazırda market rəflərində gördüyünüz Stranger Things Kinder Joy-ları böyük maraqla qarşılanır. Təxminən 3 manata satılan bu yumurtalar balaca bir birjaya çevrilib. Əgər yumurtanın içindən Will və Eleven fiqurları çıxıbsa, o zaman şanslısınız. Çünki həmin fiqurlar ikinci əl saytlarda market qiymətlərindən qat-qat baha satılır. Serialın gücü təkcə vizuallarda yox, elə qulaqlarımızda da hiss olundu. Kate Bush'un 40 illik Running Up That Hill mahnısı 4-cü sezonla birlikdə hit paradların zirvəsinə yüksəldi. Spotify məlumatlarına görə 2016-cı ildən bəri 200 mindən çox istifadəçi Stranger Things mövzulu playlistlər yaradıb. Və indi böyük final gəlir. 5-ci sezonun son bölümü 2 saat 8 dəqiqə çəkəcək və yəqin ki, yenə hansısa iqtisadi rekordlara imza atacaq. Hawkins hekayəsi bitsə də, yəqin ki, yaratdığı bu nəhəng bazar hələ illərlə danışılacaq. Mənim sevimli obrazım Steve Harringtondur. Bəs sizinki necə? Rəylərdə yazın. Növbəti videolarda görüşənədək